Herkese salam. Bugün sizinle açarlıq balina toxuyacağım. Bunun için bize ne lazımdır? Ben mavi sapdan toxuyacağım. Ama siz ne renk sap istəsəz, o renk sapdan da istifadə edə bilərsiniz. Yarın art cinsin ağ sapı, yarın art cinsin mavi sapı. 2 cüt göz. Sevdiğimiz sapımıza uyğun milçəmiz. Bir de içini doldurmak için sindifon lazımdır. Elə isə başlayaq. Bismillah. Bizə sehirli halqa lazımdır. Sehirli halqanı necə edirik? İpin qısa tərəfini qoyuruq iki barmağımızın üzərinə. Uzun quyruğunu fırladırıq barmağımızın üzərinə bu cür. Sonra bu ipin altından milçəni keçiririk. İpi götürürük və ipi bərkidirik. Bu oldu bizim sehirli halqamız. Sonra sehirli halqanın içərisinə 6 dənə ilmək yığırıq. 1 2 3 4 5 6 və sehirli halqamızı bağlayırıq. Sonra sonuncu ilməklə birinci ilməni ilmə sürüşdürməklə bir-birlərinə birləşdiririk. İstəsəz başqa bir rənglə, istəsəz də bu qısa ipin quyruğunu keçirdirik qabağa ki, bitiş ilməmizi itirməmək üçün. Burada 6 dənə ilmə var. Bu 6 ilməni 12 ilmə etməliyik. Bunu necə edirik? Artırma yolu ilə. Hər ilməyə 2 dəfə toxumaqla. Baxın, 1 2. Yenə də növbəti ilməyə 1 2. Yenə də 1 2. Baxın, gəlib sonuna çatdıq. İşarələdiyimiz yerdir. 1 2. Burada oldu 12 ilmə. İndi biz bu 12 ilməni 18 etməliyik. Bunun üçün nə edirik? Bir dəfə toxuyuruq. Bir dəfə artırırıq. Bir dəfə toxuyuruq. Bir dəfə artırırıq. Sıra sonuna qədər bir dəfə toxuyuruq. Bir dəfə artırırıq. Bir dəfə artırırıq. Və yenidən bir dəfə toxuyuruq. Bir dəfə artırırıq. Burada oldu 18 dənə ilmə. İndi 2 dəfə toxuyuruq. 1 2. Burada baxın, artırdığımız yer var. Görünür də. Görürsünüz, 2 dənə ilmə bir-birinin yanında. Bura 2 dəfə toxuyuruq. Bir dəfə, 2 dəfə artırmadan toxuyuruq. Görürsünüz, burada 2 dənə ilmə bir-birinin yanındadır. Artırdığımız yerə 2 dəfə toxuyuruq. Ta ki burada 24 dənə ilmə olana qədər. Görürsünüz, 2 dəfə toxudum. Burada yenə də görürsünüz, artırdığımız yer var. Artırırıq. Bu bitti. Burada oldu 24 dənə ilmə. İstəsəz sayada bilərik. 1 2 3 4 5 6 7 8 9 10 11 12. 2 2 saydım. Burada 24 dənə ilmə var. İndi biz bu
24 ilməni 3 sıra artırmadan toxuyuruq. Toxuyum gəlim. 3-cü sıranı bitiririk. Bitirdik. 3-cü sıranı bitirdik. Baxın. 3-cü sıra bitdi. İndi isə quyruğunu toxuyuruq. Bunun üçün bir ilmə toxuyuruq. 5 dənə zəncir çəkirik. 1, 2, 3, 4, 5. Sonra milçəmizin üzərinə ipi götürürük. 1, 2, 3-cü zəncirin 3-cü ilməsinə ikili trabzan toxuyuruq. Yenə də ipi ilmənin üzərinə götürürük. Növbəti ilməyə ikili trabzan toxuyuruq. Yenə ipi milçənin üzərinə götürürük. Növbəti ilməyə ikili trabzan toxuyuruq. Ən sonda burada görürsünüz, zənciri çəkdiyimiz yer var. İkisinə də milçəni salırıq və sürüşdürmə ilə bu cür balinanın quyruğunun birini toxuyuruq. Sonra bundan sonraki ilməyə bir dəfə toxuyuruq. 5 zəncir çəkirik. 1, 2, 3, 4, 5. Və yenə milçənin üzərinə ip alırıq. 1, 2, 3, 3-cü zəncirin 3-cü ilməsinə ikili trabzan toxuyuruq. Yenə ip alırıq. Növbəti ilməyə ikili trabzan toxuyuruq. Yenə ip alırıq. Növbəti ilməyə ikili trabzan toxuyuruq. Və zənciri çəkdiyimiz ilmələrin ikisinə də milçəni salırıq. Sürüşdürmə yolu ilə birləşdiririk. Belə. Bir dəqiqə. 1, 2. 2 dənə toxuyum göstərim sizə. Belə. O balinamızın quyruğudur. 2 dənə ilmə toxumuşduq. 2 dənə toxuyuruq, olur 4 dənə. 4 dənə ilməmizi toxuyuruq. Baxın, 1, 2, 3, 4. 4 dənə ilməmizi toxuduq. 3 dənə zəncir çəkirik. 1, 2, 3. Və zənciri çəkdiyimiz ilmənin ikisinə milçəni keçirdirik və yenə sürüşdürmə ilə balinamızın üzgəcinin birini toxuyuruq. Və başlayırıq növbəti üzgəc üçün toxumağa. Hara qədər toxumalıyıq, indi sizə göstərəcəm. Necə ki, buradan 4 dənə toxuyub sonra üzgəci toxuduq. Həmçinin də burada 4 dənə ilmə qalana qədər gəlib toxuyuruq, dayanırıq. Toxuyum, qayıdım. Gəldik, çatdıq növbəti üzgəc olan yerə. Sayırıq. 1, 2, 3, 4. 2 dənə ilmə toxuyuruq. 1, 2. Baxaq bir dəfə də. 1, 2, 3, 4. Bir dənə də toxuyuruq. Sonra 3 dənə zəncir çəkirik. Zəncir çəkdiyimiz ilmənin ikisindən milçəni keçirdirik. Və ilmə sürüşdürmə ilə üzgəcin birində toxuyuruq. Və sonra növbəti ilmələri toxuyuruq.
toxuyuruq və gəlirik ağ sapımıza. Ağ sapımızı necə birləşdirirəm? Göstərim sizə. Əvvəlcə belə bir ilmə düzəldirik özümüz üçün. Baxın. İpi belə barmağımız üzərinə qoyuruq. Milçəni arxa tərəfdən keçirdirik. İpimizi fırladırıq. Sonra bu biri ipi çıxartmaqla balaca ilmə düzəldirik özümüz. Burada gəlmişdik. Toxumuşduq. Amma sona qədər toxumamışdıq. Bu ilməni keçirdirik milçəyə və toxuyuruq. İndi ağ sapla bunun ətrafını toxumalıyıq. Bir sıra. Bir. Baxın, burada ilmələr görünür. 2 dənə ilmə olmalıdır. Göstərim sizə. Biraz çətin olacaq buradan. 1 2 sonra bu ilmələrin arxa tərəfdən toxuyuruq. Baxın, belə. Baxın, ilməmiz deyil, belə. Buradan toxumuruq. Bu, arxa divardan toxuyuruq. Gördünüz, belə. Arxa divarına toxuyuruq. Gəldik, çatdıq sona. İndi çevirim ki, rahat görəsiniz. Bu ipimizi dartırıq mavi ilməmizi bərkitmək üçün. Sonra ağ ipimizlə dartırıq, ikisini də bərkidirik. Sonra bir-birlərini düyünləyirik. Baxın, belə. Amma ağ ip qalır. Yəni ağ ipin qısa quyruğu ilə mavi ipi bir-birinə bərkitdik. İndi burada 24 dənə ilmə olmalıdır. Sayaq. 2, 3, 4, 5, 6, 11, 12. 12. 24, 2, 2 saydıq. İndi isə bir azaldırıq. 2 toxuyuruq. 1, 2. 2 toxuduq. 1 azaldırıq. Azaltmanı necə edirik? Bir ilmənin qabaq divarı, ikinci ilmənin arxa divarı. Toxuyuruq. Ondan qabaq balinamızın gözlərindən taxmalıyıq. Deməli 1, 2, 2 ilmək, sonra yuxarıdan. Bunlar bizə mane olmasın deyə bu cür yandırırıq. Belə. İndi ikinci gözümüz üçün. 1, 2. Gördünüz, belə. Yenə də probkanı salırıq.
Yenə yandırırıq. Belə. İndi davam edə bilərik. Bir də bu ipimizi də gizlədək. İpimizi də gizlədirik. Burada harda qalmışdıq? 2 dənə toxuyurduq. 1, 2. Bir azaldırdıq. Qabaq divar, ikinci ilmənin arxa divarı. Azaldırıq. Yenə də 1, 2, 1 azaldırıq. Bunu sıra sonuna qədər davam edirik. 1, 2 azaldırıq. 1, 2 azaldırıq. 1, 2 azaldırıq. Gəldik, çatdıq sıra sonuna. İndi bir dənə toxuyuruq. Bir dənə toxuyuruq, bir dənə azaldırıq. Yenə də bir dənə toxuyuruq. Görürsünüz, azaltma yeri görünür. Bir dənə azaldırıq. Bir dənə toxuyuruq. Yenə də sıra sonuna qədər. Bir dənə azaldırıq. Toxuduqca görürük ki, məsafə azalır və içini başlayırıq doldurmağa. İndi isə daha 2-2 azaldırıq. Bir dənə azaldırıq. 2 dənə azaldırıq. 3 dənə azaldırıq. İçinin sincifonu az olsa, bağlayıb qurtarmamış içini yenə də əlavə edə bilərsiniz. Dörd, 5 və sonuncu 6. 6 dəfə azaltdıq. İpimizi biraz uzun kəsirik. İstəsəz milçə ilə də edə bilərsiniz, istəsəz bu cür iynə də edə bilərsiniz. Bu açıq qalmış hissəni bağlamaq üçün. Hər ilmədən bir ön divarından ipi keçirdirik. Belə. Sonra sıxırıq. Görürsünüz? Bağlandı. Baxın.
Bir dəfə də keçirdirik. Və ipi kəsirik. Belə. Bu da oldu bizim şirin balinamız. Və bu cür brelok aparatlarından da istifadə edə bilərik. İstəsək öz ipindən də əlavə edib bu cür çantaya asa bilərik. İstəsəz balaca olduğumuz üçün telefonumuza aksesuar da edə bilərik. O sizin zövqünüzdən asılıdır.